Növbəti izahım demonstrative pronouns haqqındadır, yəni işarə əvəzlikləri. İngilis dilində işarə əvəzlikləri these, that, these, those-dur. Mən bunları cədvəl şəklində öyrədəndə uşaqlar daha rahat öyrənirlər. Burada yaxın və uzaq məsafəyə görə onlar fərqlənirlər. Bizə yaxın məsafəcə daha yaxında olan əşya və şəxsləri göstərmək üçün bu əvəzliklərdən istifadə olunur. Amma məsafəcə bizə uzaq olan əşyaları və ya şəxsləri göstərmək istəyiriksə, bu zət və zosdan istifadə edirik. Bunların cəm formalarını qeyd eləmişəm. Bunlar tək formadır, bunlar cəm formadır. Ümumiyyətlə, bu cədvəl şəklində öyrənəndə daha asan olur. Məsələnlər də yazmışam. This book, bu kitab, these books, bu kitablar. Gördüyümüz kimi burada təklə isim tək formada oldu, cəmlə isim cəm formada oldu. Yaxud that tree, yəni uzaqda olan ağac təkdədir. Hər ikisi burada those trees məsafəcə uzaqda olan ağaclardan söhbət gedir.